Salam və vaxtınız xeyir olsun. Hər birinizi yenə salamlayıram. Hər birinizin günü xoş olsun. Bu günlərin qardaşımız bizim qonağımızdır. Xoş gəlib, səfa gətirib. Həm oymaçıdır. Həm qardaşın əlində həm idmançıdır. Özü də görsə maşallah. Birinci qrup əlildir. Amma buna baxmayaraq yenə deyirəm. Yenə bizə çox suallar verirlər ki, birinci qrup əlillər, gəlirlər onlara kredit vermişsiniz. Veririk. Dəfələrlə olub ki, gəliblər vermişik. Qardaş özü də gəldi. Allah sağlıqla çıxmaq eləsin. Evin hər bir şeyini o adaya, şurubundan tutmuş, da ki dam örtüdə kimi. Hər şey aldı. Allah xeyir xoşunuzu. Buyur əzizim, bir sənə də. Salam, mən sizlər salamlayıram. Xoş ünsiyyətə görə təşəkkür edirəm. Həqiqətən müəllimin sözündə həqiqət var. Bizim bəzi insanlarımız var ki, əlli olan şəxslər banklardan kreditlər götürürlər, vaxtında ödəmirlər, ya da son əlliklərini ortaya deyirlər ki, mən xəstəyi ödeyə bilmirəm. Ona görə də müəyyən insanların qabaqlarına səhv çəkirlər. Onlardan xahiş edirəm ki, eləməsinlər. Bunun için də bizim qazilərin hamısı şamil etməsə qazilərimiz də var. Çox xahiş edirəm ki, hərəkət edəmin ki, sonra iş görən əlillərə, əlli olan şəxslər, şanslar ki, iş adamları da onların qabağına siz səhv çəkmiş olursunuz. Bəli, bir çox yerlərdə mənim adıma bir çox kreditlər var ki, heç bir qanuqda problemi yoxdur. Şükür Allah'a, nə də bugün admirala gəldik, admiralda da heç bir problemimiz olmadı. Təşəkkür. Siz sağ olun.